Qəzza sektorunda vəziyyət gərgin olaraq qalmaqdadır. İsrailin baş naziri Benjamin Netanyahu əməliyyatların bütün şərtlərin, belə deyək, əsas şərtlərin əməl olunana qədər davam edəcəyini bildirib. Qətər və Misir yeni təkliflər ünvanlayıb tərəflərə deyəndə Həmasa ki, girovların qaytarılması ilə bağlı və 3 Fələstinli məhbusun da, onların 5 girovun arasında 3 Fələstinli məhbusun geri qaytarılması məsələsi var. Qəzzadakı Həmasın Qəzzadakı rəhbəri Xəlil Əl-Həyya bildirib ki, razıdır bu təkliflərlə, qalıb İsrailin buna cavab verməyə. Cavab da The Times of İsrail'ə məlumata görə verilib. Sadəcə yeni təkliflər formasına verilib. Yəni hələ də atəşkəsə nail olmaq qəlizlik, yəni real görünmür.